Diabet, şəkərli diabet sadəcə qanda şəkərin yüksəlməsi deyil. Bədəndəki bütün damarların, sinirlərin və daxili orqanların səssizcə zədələnən bir sistemik prosesidir. Ultrasəs müayinədə, Doppler müayinədə bu xəstələrdə fəsadların hələ klinik əlamət vermədən ilkin mərhələdə aşkarlanması üçün radioloqun əlindəki ən təhlükəsiz, sürətli və vizual silahıdır. El dili ilə desək, şəkər damarları kirəcələşdirir və orqanları qidalandıran yolları bağlayır. Radioloji olaraq biz makro və mikro angiopatiyaların fəsadlarını açıq-aşkar izləyə bilirik. Böyrək arteriyalarının Doppler müayinəsi ultrasəslə. Aşağı ətrafların, arteriya və venaların Doppler müayinəsi, özəlliklə diabetik ayaq riski olanlarda. Karotid damarların, yəni şax damarların Doppler müayinəsi insultlu xəstələrimizdə, insultun profilaktikası zamanı çox önəmlidir. Hepatobiliar sistemin müşahidəsi, qaraciyər və öd kisəsinin müayinəsi çox önəmlidir diabet xəstələrində. Şəkərli diabet xəstəsində ultrasəs və Doppler müayinəsi sadəcə bir diaqnostika deyildir. Pasientin ömrünü uzadan və həyat keyfiyyətini qoruyan illik bir monitoring skrininqidir. Müalicə həkimi, endokrinoloq kör-köranə müayinə etməməlidir, müalicə etməməlidir pasienti. Həmçinin ultrasəs müayinə həkiminin protokollarına əsasən dəyərləndirmə aparmalıdır. Yəni, damarların müayinəsi, eləcə də aşağı ətrafların, arteriya venalarının Doppler müayinəsi, həmçinin böyrəklərin real vəziyyətini dəyərləndirməni izləməlidir. Məhz bu səbəbdən hər zaman qeyd edirik ki, böyrək arteriyalarının Doppler müayinəsi çox önəmlidir diabet xəstələrində. Biz rəngli Dopplerlə böyrək daxili damarların müqavimət indeksini ölçürük. Rezident indeks deyirik buna. Əgər rezidentli indeksi yüksəkdirsə, deməli, böyrəyin parenkiması sklerozlaşmış vəziyyətdədir. Arteriya